Где пульт? Пульт где? Пульт! Пульт где? Вот. А что говоришь? А что? А что говоришь, нет? Да. Понимай, потом говори, да нет? Verəm pultları başını götün yerlirəm mən. Verəm də səni. Verəm bağlamışlar. Что случилось? Verəm pultları başını yerlirim, bilmirəm. Böyrünə də Bak, qoy. Başa düşmüş. Hədəm səni öldürəcəm saat mən. Hədəm bu dəqiqələr səni baxçığına Бабка var, müfta. Get bax gör. Mezun. Что? Artıka var, baba var, müfta artıka. Baba говорит. Когда baba говорит? Kuma mezun. Hayır. Hiç şey olmadı. Kuma mezun. Bazen değilsen. Aralan bizden. Bizim yanımıza gelme. Yer burada. Sen bak burnumuz başımız akır. Ciheylen donka. Getirip salmışsan. Şimdi öldürür bizi. Şuraya geçelim. Ha. Ha? Ha dedim. Alright. Siz Təsir Dairəsini izləyirsiniz. Gündə 2 saat. Divardan da sökülür. Girirlər içəri, bilirlər ki, uşaqlar buradadır, orada baxan yox, orada bir sahibi yox buraları. Girib o divarlardan da o nagilləri söküb götürüb aparırlar. Yəni, necə düşünürsünüz ki, siz bunu rahatlıqla, halallıqla yiyəcəksiniz? Yaxşı, məndən uğurlasalar başa düşərəm. Deyərəm ki, deyərlər ki, eybi yox, birini də götürər alar. Buradakı ekspertlərdən birindən uğurlasalar başa düşərəm. Deyərlər ki, gedər birini də alar, eybi yox. Yəni, bu iki anası, atası yanında olmayan uşağın evini yaşayasını, evindəki adi bir nagil parçası, bilmirəm, satacaqsınız mı, bilmirəm, istifadə edəcəksiniz. Yəni, necə uğurlaya bilirsiniz? İnanırsınız, o qədər hiddətlənmişəm, ya belə bir şey ola bilməz. Uşaqlara verəm ola bilməz, əməkdaşlarım deyir ki, olub Lalə xanım, burada və yoxdur, aparırlar hamısını. Biz qurmağa, biz yaratmağa çalışırıq. Biz o evdən isti yuva etməyə çalışırıq. Niyə sökürsünüz ki? Bu qədər sökməyə meyilliydiniz, o evin sökülməsi üçün icra hakimiyyətindən xahiş etdik. Gəlib qoşulub elimizdə köməyi sökəyinizdə. Əliniz bulursunuz o divarlardakı nagilləri çəkməyə. Elə o, bax, yanmış, bax, bu taxtaları biz sökəndə orada iş verirsiniz dayanmadan. Necə bir adı yoxdur. Siz oğursunuz. Siz uğurlamışsınız onu. Və iki, az yaşlı uşaqdan uğurlamışsınız. Bunun cəzası daha ağırdır bence. İndi vəkilimiz kimi ilk dəfədir bizimlə bərabərdir. Nigar xanım Əliyeva. İnşallah bundan sonra tez-tez bizimlə bərabər olacaq. Xoş gəlibdir, səfalar gətiribdir. Vəkil kimi bunun cəzası, uğurluq və s. bu nədir? O deyə bilər. Amma mən bunun mənəvi cəzasından danışdım. Bunun mənəvi cəzası çox ağır. Orada buram. Yanmayan buram. Yanmayan Yanmayan buranın olduğu həmin adamları yandıracaq, narahat olmuyor. Ay inşallah. Yəni çox istəyirəm. Aydınca mənim çox əsəbiyəm çünki. Ya biz insanlar bəzən oldurur ki, ne yediriksə bizim qabağımıza çıxır. Mümkün deyil. Valla neçə vaxtı Valla gəldim. mümkün deyil. Bir-iki gündür də gəlirəm, dostlarıma da deyirəm, əməkdaşlara ki, bir şən əhval-ruhiyyədə bir mahnılar verir. Qoy heç olmasa bu bir neçə günü bu uşaqlar buradadır. Pis fikirlərdən uzaq olan, quraq, yarada, amma mən indi bax bu səbəbdən necə material qoyacam ora? Buyurun. Bu barədə müvafiq orqanlara yəni şikayət eləmək lazımdır ki,
tədbir görsünlər. Əlbəttə. Alsınlar oranı bir nəzarətə, deyilmi? Çünki Bəlkə köməkliyi də onsuz olsun, xəttlər yanmışdır. Xəttlər yanmışdır onsuz da. Olay ki, Aydın xan müəllim, siz buna bu cür yanaşmasaydınız, mən deyərdim Aydın xan müəllimə nəsə olub. Heç də olmuyor. Onu söküblər, bizə kömək edirlər. Onlar da bir qatqı olurlar. Məftilə aparırlar, deyirlər. Adamlar psixoloji cəhətdən normal olmayan adamlardır. Sahil ilə müsahibə falan dediniz ki, gəl gedək güvənli yerdəsə, o ilk kəlməsi ki, mən hardan bilim ki? Mən sizə niyə inanım? Mən sizə niyə inanım? Bu bariz nümunədir ki, insanlar, zaten atalarına yeni insanlar, bir xalqlardır bunlar. Ətrafda biz, siz, hamımız əl birliyilə güvənli yaratmağa çalışırıq ki, hamı gördüyünüz kimi, həyatınızda olan ata-ananız kimi deyil də. Biz sizə dəstək olmağa hazırıq, amma ətrafında olan bəzi dırnaqarası insancıqlar, bu uşaqları həm həyatdan söndürürlər, həm psixoloji zərbə vururlar. Bayaqdan siz danışırsınız, dənizin ayaqları bir dəqiqə dayanmır. Yəni, ayaq əsməsi birinci təhlükənin əlamətidir ki, insan özünü təhlükədə hiss edir. Daima qılınc qalxanlı hiss edir ki, mən kimlərsə, həyatla necə mübarizə aparıram, ətrafında insanlarla elə mübarizə aparmağa məcburam. Çox gözəl bir sözü var o Layla xanım, deyir ki, həyat məktəbindən keçmiş uşaqlar, həyatın keçmiş uşaqlar. Çünki yeganə məqsədi onların üzünü güldürməkdir. Xəzər TV-də onlar özlərini çox rahat hiss etsinlər ev havasında. Biz buna çalışırıq, ona görə üzməyəcəm onları. Mövzunun istiqamətini dəyişirəm. Gələn hədiyyə var. Nə gətiriblər bu studiyaya yenə də? Özdəki bir nənə gəlib, bir də nəvə gəlib. İki nənə bala əl-ələ tutublar, gəliblər bura ki, bu uşaqlara yardım etsinlər. Nə gətiriblər? Daha sonra evdə hansı işlər gedir hal-hazırda bunları göstərəcəm və dediyim kimi, qocalar evindən çox üzücü bir xəbər almışam. Niyə gözləyirəm bu xəbəri verməyi, bunu da sizə deyim. Çünki biz bir süjet hazır etməyə çalışır indi əməkdaşlarım ki, o süjeti təqdim edək, amma sadəcə bunu deyə bilərəm. Sadəcə bunu deyə bilərəm ki, qocalar evinə göndərdiyimiz təsir dairəsi vasitəsilə burada sarıldığımız, göz yaşı tökdüyümüz, halına yandığımız qocalardan biri dünyasını dəyişdi. Bəli, bağlı əməkdaşlarımıza bir süjet yığılmasını xahiş etmişəm, rica etmişəm. Hal-hazırda onunla məşğuldular. Bu süjetimiz hazır olan kimi biz sizə təqdim edəcəyik. Yenə deyirəm, təəssüf ki, bu dəqiqə Lalə qızım deyə müraciət edən o insana heç bir köməklik göstərə bilməyəcəyik. O artıq son mənzilindədir. O artıq geri dönməyəcək mənzildədir. Allah ona qəni-qəni rəhmət etsin. Süjet hazır olan kimi informasiyanı təqdim edəcəm. Ölümə çarə yoxdur. Amma bəzi xəstəliklərə çarə var. Mən buradan bir böyük, əlimdə olsa inanın, böyük qırmızı nida işarəsi çəkərəm və həyəcan təbili çalaram. Xahiş edirəm. Siz, bax, efirdə bizi izləyən siz, hər biriniz bizimsiz. Əgər Azərbaycan vətəndaşısınızsa, mənim ürəyimsiniz, bizim özümüzsünüz. Yəni, biz öz vətəndaşlarımızı bu cürə sevirik. Bir xalqın nümayəndəsi kimi, illərdir efirdə olan birisi kimi, bu insanlarla doğmalaşmış birisi kimi, bəzən çox böyük həyəcan təbili çalıram. Aldadılmanızı istəmirəm. İstəmirəm. Hələ bir körpə uşağın həyatı ilə oynamanızı heç istəmirəm. Etməyin bunu. Baxın, mən sizə bir uşaq təqdim edəcəm. İndi. O uşağın başına gələn xoşa gəlməz haldan danışacağım indi. Sonra təsir dairəsinin burada oynadığı roldan və xoşbəxt sonluqdan danışacağım indi. Dünəndən etibarən anons edirdim. Deyirdim ki, qoyun Vüqar Mürşidli gəlsin, görün sizə nə iş göstərəcəyik yenə. Doktor, siz xoş gəldiniz. Xoş gəlmişsiniz. Mən indi ətraflı danışacağım. Özə ki, həkim xasiyyətimi bilir. Deyir, bax, deyir, demə ha. Xahiş edirəm, bu dəfə demə. O biri məsələni demə. Dedim ki, Vüqar doktor, xahiş edirəm. Mən bu şeylərdə çox sərtəm.
və hər şeyi açıb danışacağım. Biz nəticəni, o gözəl sonluğu, balamızın başına gətirilən oyunu danışmamışdan öncə bir daha xatırlatmaq istəyirəm ki, 3 mayda biz Vüqar Mürşidli ilə bərabər Sumqayıt şəhəri Bulvar Medical Centra gələcəyik. Kim eyni problemi yaşayıbsa düşünmədən indi zəng edə bilər. Daha sonraki səfərlərimiz olacaq Zaqatalıya 10 may tarixində Lifestyle Hospital'a həm əməliyyat edəcək, həm də ki inşallah pasiyent qəbulu keçirəcək. Ardınca 11 mayda Gəncəyə gələcək, İstanbul Genetics'də pasiyent qəbulu həyata keçiriləcək bizim Vüqar Mürşidli. Doktor, Renat'dan danışaq. Görüntünü mü təqdim edək birinci? Ay Allah, mən həkimlərim niyə belədir? Başqa şey deyir, danışmayın olar. Amma bu dəfə sizə qulaq asmayacağım, doktor. Xahiş edirəm, mən də xahiş edirəm. Deməliyəm, çünki o uşaqlar mənim də bal. O Renat'ın yerinə mənim balam ola bilərdi. Biz birinci görüntü təqdim edirik. Deməli, Renat adlı bir şirin şəkər bala var. Yakışıqlı, yaraşıqlı, çox. Bu balam, indi uşaqdır da, dəcəllik edir, yıxılır. Yıxılanda bud sümüyü deyilmi? Sınır. Doktor, nə baş verir, siz deyin birinci. Sol but sümüyü sınır. Sol but Sol sümüyü. but sümüyü sınır olur. Təbii